Sürücü işi var yoldaşlar. Universitetdə sürücü işi var. 3 illik sürücü olaraq iş təcrübəniz varsa, BS kateqoriyanız varsa bu işə müraciət edə bilərsiniz. Bundan əlavə sürücü işi təxminən 2500 manat qazanacağınız sürücü işi də var. 22-35 yaşlı şəxs olmalısınız. Şəxsi maşınınız olmalıdır. Və Android cihazınız olmalıdır. Yəni Android ilə işləyən telefonunuz olmalıdır. Məsəl üçün bilməyənlər üçün bildirim ki, məsəl üçün iPhone sizin əgər cəmi bir dənə telefonunuz varsa və o telefonunuz da ancaq iPhone-dursa, məsəl üçün o artıq siz bu işə müraciət edə bilərsiniz. Çünki sizdəki telefon iPhone-dur, iPhone-larda da Android olmur. Android hansı telefonlarda olur? Məsəl üçün Samsung-larda, Siemens-də telefon var da, səhv hatırlamıramsa, düzdürmü? Siemens markalı telefonlarda və sair telefonlarda olur. Yəni iPhone olmamalıdır. iPhone-la bərabər başqa telefonunuz varsa, əlbəttə ki, müraciət edə bilərsiniz Android-sə. Yəni normalda ən məşhur 2 dənə operator var da, belə deyim, əməliyyat sistemi var. Onun biri adlanır Android, bir də adlanır Apple, sadə dildə desək. iOS gedir belə, səhv bilmirəmsə. Bu belə bir variantda bir işdir. 2500 manat qazana bilərsiniz. Nə iş görürsünüz? Onunla da bağlı məlumat verim yoldaşlar. Bu skuterli əri bateriyalarını təyin olunmuş marşrut üzrə çatdırıb əvəz edirsiniz. Sadə bir işdir. Qəssab koordinator işi də var. Bəli, bunun nə əlaqəsi var sürücü işi ilə? Sizə bildirim ki, 30-45 yaşlı şəxslər üçündür bu. Sizdən 3-5 illik iş təcrübəsi istənə bilir və şəxsi maşın olmağını istənə bilir. Nə iş görürsünüz? Gün ərzində təxminən 5-6 supermarketə yoxlanışa gedərək rəflərin düzülüşünə nəzarət edirsiniz, ətin keyfiyyətini yoxlayırsınız. 1000 manat əmək haqqısı var, üstəgəl də bonuslar da var. 6 günlük işdir. Yanacaq və amortizasiya da xərci şirkət tərəfindən qarşılanır. Bu belə bir variantlı bir işdir. Sürücü işi Aznetdə də var, qapalı səhmdar cəmiyyətdir. 800 manatlıq civarda olan bir işdir. 28-45 yaşlı şəxslər üçün, daha doğrusu 28-55 yaşlı şəxslər üçündür. 3-5 illik iş təcrübəniz olmalıdır, BS kateqoriyanız olmalıdır. Bu da başqa bir variantda bir sürücü işidir. Sürücü işi 800 manatlıq touch foodda da var, BS kateqoriyasıdır. Sürücü işi çatdırılma əməkdaşı olaraq da var, BS olaraq 700 manatlıq. Sürücü işi konsistdə də var 700 manatlıq, 30-50 yaşlı şəxslər üçündür. BS tələb eləyir. Yük avtomobili sürücüsü kimi 2 illik iş təcrübəniz olmalıdır. Mənim sizə hal-hazırda dediyim sürücü işlər son, belə deyim, 48 saatın ən yaxşı sürücü işləridir. Yəni, sürücü işləri elə ancaq bunlardan ibarət deyil. Daha zəif əmək haqqılı sürücü işləri də var. Amma nisbətən yüksək əmək haqqılı, belə deyim, və yaxud da daha fərqli, daha möhtəşəm yerlərdə olan sürücü işləri məhz bunlardır. Siz amma 3-4 gün bundan qabağın sürücü işləri ilə də tanış olmaq istəyirsinizsə, və yaxud da növbəti günlərdəki sürücü işlərinə də tanış olmaq istəyirsinizsə, və yaxud da bu işlərə müraciət etmənizdə dəstək istəyirsinizsə, bir sözlə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olduqda Toğrul adlı kanala. Siz orada profildə əlaqə vasitəsini diqqət eləsəniz, görə bilərsiniz. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.